Bizdə rayondan şey deyirlər, müçük samaya. O kimsə müçüyü dağılanda onu düzəldir. Hə. Müçük bilsən nədir? İnternetdə görmüsən, Elnur. Öyle belə əyir, belə tam qaqa özür istəyirəm belə baş. Belə tam əyir, belə deyir. O qədər qalıb belə. Bax o müçükdür də. Bax o vallahi müçükdür. Onu özdə abi biri var, bu parmağını baş parmağı ilə eləyir. Bununla o da deyir, o da qələmlə. Bax, indi mən deyim. Bax, vallahi deyirəm ha. İndi, qulaq as. İndi bu insan bədənində, Elnur. Bax, vallahi çıxmayıb qabağınızı. Görməmişsiniz internetdə. Abi, xalçanın üstünə belə yıxmır. Üzr istəyəm. Xalçanın üstünə belə yıxmır yerə. Xalçanı yıxırlar, bölündə yumuşaq yastıqlar. Yəni ağrıyan yer başqa yerdir. Bu yastığı bura nəyə doldurursak? Burada yumuşaqlıq, burada nə edirəm ki? Hə, düz deyir ya. Deyir, eşirlər yerim. Vallahi billah. İndi yaxşı, bu Amerikada, Avropada, yəni bunların da insandır da, düzdürmü? Bunların müçüyü yoxdur. İndi bir dənə İngilisə sual versən ki, nə olub, niyə çıxmırsan şəhərəzədə? Müçüyü mağrır, mən də göndərim o Samayanın yanına. O mütləq bura gəlməlidir bizim kəndimizə ki, gedim o müçüyümü düzəltdirəm. Özə fikir verəm, fikir ver. O, indi Dilarə xanım bayaq dedi, yadıma düşür. Deyirik, məsələn, çöpçü filan kəsin binası, nədir? Orada da kəndin girəcəyində həmin arabadın şəkili var, bax belə. Həm bir əllə baş parmağın şəkili var, bax belə. Hə. Yəni bunun müçüyünü düzəldəcək. Hə. Bax, mən sana söyləyim, şəkil için özdə ox şarası qoy, bax, böğrünə ki, bura, gəl, bura müçüyünü düzəld. Bax, valla. Bax, özdə işarə qoy, bax, bu tərəfə. Bir əldə də istəkan, o istəkanla da soruşdum, dedilər, ürək göbəyə salır. İndi o görürsən ki, görürsən ki, Aslanqal kişidir, məsəl üçün, nəvəsi gəlib Elnur. Gəlir gör, nə baba var evdə, nə nənə var evdə, məsəl üçün də. Gəlir gör, yoxdur. Zəhvur babasına deyir, alo, nədir? Baba, haradasınız? Nənənin müçüyü dağılıb, onu düzəltməyə gəlmiş. 100% də, özdə fikir verəsə, mən fikir vermişəm. Baba, görsədim ha. Elnur. Qardaş canım, həmən o kəndin sakinə fikri ver, arvadlı kişilə, hamı babusa sən gel. Birisi Sulabənin əl işlərdir, Samayanın əl işlərdir, nə bilim arvadın adı nədir? Hamı, Ağsaqqal da elə gedir. Arda, müçüyümüz dağılmışdı, olacaq. Yəni, bu tipdə belə bir şey var. Nə bilim, yəqin var ki, bunlar nəsə. Yox, elə şey yox. Mən bir sənə deyirəm, olsun o Allah canını sağlı versin. Niyə prosto, kimdən sorsa, niyə elə yeri deyir, hamısı o arvadın əl işləridir. Orada nəyi qırır, nəyi partladır, mən bilmirəm. Monster. Hə, oy, bala, müçüyümüz, bu nə da? Bu dünyanın hər bir yerində var da, bunun müalicəsi yoxdur, sanatoriyası yoxdur, həkimi yoxdur. Yəqin nəsə rayon yerində heyvan, nə bilim, dana onda belə çıxır ki, inək zad vurub, bunun üzrə dana zad. Allah ölənlərinizə rəhmət eləsin. Özü fikir verir, deyir ki, yəqin heyvan zad vurur. Yaxşı, məsələn, dana vurursa, deyirsən, baba, orada heç də dana nədəqin müçüyün dağıtmışı gəlmiş, onu düzəltməyə. Bu dana vurmaqla deyil, inək vurmaqla deyil. Bu adam özü yəqin nəsə ağır şey qaldır. Necə bu çıxmaz adamlar, necə gedirsən, sən onların üstünə çıxırsan, necə onları tapırsan. İnanırsan ki, adam konsertlərində plakat o boyda olmur. Kəndin içində arvadın bəlkə də 40 dənə baş parmağı nə şəkili var. Reklama bax. Lap istəyirsiniz, yaxından ürəyiniz açılsın. Sentyabrın 21-də Heydər Əliyev adına sarayda olacaq. Bizim Fəqanın stand-up konsertinin anonsuna baxın, biz buradayıq. Mən həqiqətən bir söz deyim, bax tam səmiyyətimdən deyirəm. Öz biletlərin qiymətini elə təmizləyirlər. Hər kəsin cibinə uyğundur, valla. Bəli, elə isə anonsumuz gəlsin. Gəlsin. Axşa bax. Aktyor, şovmen, senarist, parodist, ifaçı Fəqan Məmmədov bir ilkə imza attı. Xalqın sevimlisi olan Fəqan daha bir müjdəni verdi. 21 sentyabr ölkəmizin bir nömrəli sarayı Heydər Əliyev sarayında gülüş bombardımanı. Fəqan Məmmədovun təqdimatında stand-up show gəlir. Fəqan sevənlərinə üzünü tutub çağırış elədi. Heydər Əliyev adına sarayda sizləri stand-up konsert proqramına dəvət edirəm və bütün izləyicilərimə, bütün tamaşaçılarıma səslənirəm. Vallahi qırğın olacaq, qırğın. Elə bir mövzular var ki, balayıb, gülməkdən ağlayacaqsınız toba. Amma mən söz verirəm burada. Fəqan bəy, məni çağırmayassan, yeşki oğlansan, ləyəqin olsun. 21 sentyabr ölkəmizin bir nömrəli sarayı Heydər Əliyev sarayında gülüş bombardımanı stand-up show gəlir. Biletləri iTicket saytından əldə edə bilərsiniz. Tələsin, yerlər məhduddur.
qiymətlər əlçatandır, münasibdir. Hər qiymətə orada bilet var, gedib əldə eləyib doyunca gülə bilərsiniz və mən adım kimi əminəm ki, milyonlarla baxış yığan Fəqan Məmmədovun stand-upları bundan sonra trilyonlar yığacaq. İnşallah. İnşallah. Hələ bu verilişdə nələr olacaq? Vay, qırğıllar. Nə söhbətlərimiz var və mən bu yerdə xüsusilə altını çizə-çizə qeyd eləmək istəyirəm ki, hər kəs bu saatca şikayətçidir. Salona gedirsən, hamı deyir, nəsə alver zəifdir. Hara gedirsən belə, nəsə zəifçilikdir. Yeganə zəifçilikdən şikayət eləməyən Fəqandır ki, deyir namxudan maşallah toylar. Elə olur günə 3 dənə toy düşür. İkisindən imtina edirəm, birinə gedirəm. Ona görə ki, oxumaq da mənlikdir, danışmaq da mənlikdir, gülmək də mənlikdir. Mən şəxsən Fəqanın idarə etdiyi toylarda olmuşam. Yəni, belə toy olmur da. Elə bir ki, başdan ayağa konsertdir. Dayı ilə bir zarafat, əmi ilə bir zarafat. Hamısı da çox xoşa gəlir. Yaxşı ki, varsa, insanların ürəyi açılır sən toy gəlişinə. Deməklər, toy şənlik demək. Təbii ki, hər bir valideynsə ki, toy yadda qalan bir toy olsun. Bəli. Onda da belə aparızlar var. Bəli. Hamı danış gülməz. Yeganə dözümsüzlüyü qaşqabaqlı gördüyü adamdır. İstəyir hamının üzü gülsün. Bundan gözəl nə var ki?